Bakıdan təxminən 50-55 kilometr məsafədə yerləşən Ələt Azad İqtisadi Zonasının ərazisində gələn ilin ortalarına dək müasir beynəlxalq hava limanının istifadəyə verilməsi gözlənilir. Nəqliyyat infrastrukturu ilə birlikdə bu zona Mərkəzi Asiya, Çin, Qara Dəniz regionu, Türkiyə və Avropanı hər iki istiqamətdə birləşdirən əsas logistika qovşaqlarından birinə çevriləcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası ölkənin ümumi hüquqi yurisdiksiyasından kənarda fəaliyyət göstərən xüsusi hüquqi rejim əsasında işləyir. Zona investorlar üçün əlverişli şərait və geniş güzəşt paketləri təqdim etməklə yanaşı, artan yük axınlarından və Azərbaycanın strateji nəqliyyat əlaqələrindən faydalanır. Oxşar investisiya təşviqləri, o cümlədən 10 illik vergi güzəştləri paketi Naxçıvan Muxtar Respublikasında da tətbiq olunub. Ölkələrimiz enerji, işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə və tikinti layihələri sahələrində artıq uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Hesab edirəm ki, əməkdaşlığımızın potensialı bundan qat-qat genişdir. Buna görə də Slovakiya şirkətlərini Azərbaycana təkcə müstəqil bazar kimi deyil, həm də daha geniş regiona açılan bir qapı kimi baxmağa dəvət edirik.